İnam ve şüphe. Köroğlular ve Hemzeler. 3. bölüm. Köroğlu facieviliği. Köroğluların meydanı mərdlik meydanıdır. Bu meydanda Qıratın addımları möhkəm, Misri qılıncın kəsəri iti. Köroğlunun nərəsi möhtəşəmdir. Müxənnətlik, fəndgirlik, fitnə fəsad meydanında Köroğlu həmişə basılır. İgidlik və mərdlik aləmində yüksək olan Köroğlu, dəbahət və müxənnətlik aləmində kiçilir. Birincidə qəhrəmanlıq təsdiq olunur, ikincidə hiləgərlik. Birinci mərdi, ikinci mamərdi tanıdır dünyaya. Birincidə mətanət qalib gəlir, ikincidə xəyanət. Birincinin pəncərələri dünyaya açıqdır, ikincinin bütün qapıları bağlıdır. Birincidə güc-qüdrət hökm sürür, ikincidə kin-küdurət. Birincidə ədalət təsdiq olunur, ikincidə rəzalət. Birincidə alay pozulur, ikincidə quyu qazılır. Biri pələngdən törüyüb, o biri türküdən. Biri başından keçər, o biri qeyrətindən. Köroğlunun faciəsi ondadır ki, zəmanəsində namərdlik, xəyanətkarlıq, riyakarlıq hökm sürür. İgidlik, qəhrəmanlıq sevilmir. Qeyrətsizlik şöhrət taxtına mindirilir. Məkir mərdanəliyi əvəz edir. Belə dünyada Köroğlu bədbəxtdir. O, paşalarla, xodkarlarla açıq, mərdanə vuruşar. Onları arxadan qılınclamaz, xəncərləməz. Zəmanədə isə mamərdlik, zirəklik, çeviklik, ayıqlıq kimi qiymətləndirilir. Köroğlu düşmənlərini igidlik meydanında basmışdı. Paşaların, xodkarların dünyasında bu sadəlövhlük, qeyri-kamillik nişanəsidir. Çünki düşməni bicliklə, fəndgirliklə məhv etmək həmin dünyanın əsas tələbidir. Köroğlu oğurluğa alışmayıb. Ona görə də naşılar, kiçiklər, bayaqlar dünyasında onun bu cəhəti təqdir edilmiş. Həm də Köroğlu təmənnasızlığı dərk edilmiş. Çünki həmin dünyanın nümayəndələri bir dəfəlik inanmışlar ki, var dövlət üçün hamı, hər şeydən, namusdan, əqidədən, mənlikdən keçməlidir. Keçmirsə, o dəlidir, divanədir. Ona görə də Köroğlunun heç nəyə tamah salmaması, həmin dünyanın adamlarını təəccübləndirir. Sən necə adamsan ki, dünya malına tamah salmırsan? Bu Həmzələri heyrətləndirir. Riyakarlıq bu aləmin əsas meyarıdır. Ona görə də Köroğluya verilən suallar bir nöqtədə birləşir. Sən kimsən, nəçisən ki pula, var dövlətə əyilmirsən, namus, qeyrət əsirsən? Ey sadəlöv insan, anlamaq istəmirsən ki, mərdlərin dünyası qurtardı. İndi hiləgərlik əyyamıdır. İndi düşməni arxadan vurmamaq, gülüş və istehza oyadır. Onun bu sadəlövlüyündən düşmənlərə çox gözəl istifadə edirlər. Köroğlu zəmanəsində hər şey dəyişilib. Dosta qarşı qibdə hissi, düşməni arxadan vurmaq ən böyük qəbahət sayılırdı. İndi fərasət sayılır. Köroğlu facieviliyi də bundadır. Zaman Köroğlunun zamanı deyildi. Həmzələr dünyanı bürümüşdülər. Mamərdlər mərdləri dara çəkirdilər. Köroğlunun pənah gətirdiyi dünya sarsılmışdı. Ancaq Köroğlunun böyüklüyü, ülviliyi ondadır ki, o öz əqidəsindən əl çəkmiş. O anlayır ki, ən eybəcər mühitdə belə Köroğlulara, Köroğluluğa ehtiyac var. Köroğlunun ölməzliyi bundadır.